Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed və ali Muhammed. Hörmətli tamaşaçılar, siz Həzrəti Zəhra salamullahu aleyha şəbəkə-i cəhaniyə baxırsınız. Hamınızı salamlayır və xoş gördün deyirəm. Bildiyiniz kimi söhbətlərimiz silsiləvari davam edir. Mövzumuz Əhl-i-Sünnə kitablarında İslam tarixidir. Biz çalışırıq Əhl-i-Sünnə gözü ilə İslam tarixinə nəzər salaq. Bugünkü mövzumuzun da qonağı İslam aliminin böyük alimlərindən olan Həzrəti Ayətullah Seyyid Hüseyn Musəvi Zəncani Həzrətləridir. Selamun aleyküm. Aleykümselam və rəhmətullah. Öncədə salam ərz edirəm sizin məhzərinizə və əziz tamaşaçıların məhzərinə. Aleykümselam. Siz işarə buyurdunuz da mövzu bəhsimiz nə mənədir? İstirik ərz eləyək ki, Quranda vəzifə-i müsəlmanların əsli vəzifəsi budur ki, biz qardaş olaq. Dava olmaya, ixtilaf olmaya, toqquşma olmaya, və istilah cəng olmaya. Yolu budur qardaşlığımızın yolunu öyrənək. Nə cür qardaş olaq? Biri şiədir, biri sünnüdür, biri vəhhabidir. Hamımız qardaş olaq, İslamı o fəzai qardaşlıq aləmində təbliğ eləyək. Nə dava ilə biri gedə bu dövlətə həml eləyə, biri o dövləti müharibə ilə, cəng ilə, toqquşmaqla olmaz ki, insanın dini təbliğ eləyə. Biz gəldik, intixab elədik bu yolu. Gəlin görək bizim kitabımızda Qur'anı paya qərar verək, əsl, kök qərar verək. Qur'anı ilə gedək, çünki Qur'anı tamam firqələr, müsəlman firqələri qəbul varıdır. Görək bizə deyib, siz nə cür biri-birinizlə danışın, ixtilaf o, dava nə üstədir? Bu bizim Qur'anımızdır. Qur'anımızda Surə-i Bəqərədə 248-ci ayədə qəblən cələsələrin birində, söhbətlərimizin birində işarə elədik. Deyir ki, Allah imamı bu cür intixab elər. Nə cür? Bəni İsrail getdilər bir peyğəmbərin yanına, dedilər bizə məlik, imam intixab elə. O da Allahdan, Qur'an deyir, oxuyacağım elan. Allaha dedi ki, ümmət səndən, ey Xuda, nə istirlə? Ey Allah, imam istirlə, məlik istirlə. O peyğəmbər gəldi, mərdumə dedi ki, Allah cavab verdi, dedi ki, Talut sizin imamızdır. Xob, orada ələn oxuyacağım müfəssəl, bugün müfəssəl tərdir, istəyirəm tamam əbadın biləz. Qur'an üzü ilə oxuyaq, qəbdən işarə oxuduq, ələn biraz kamil oxuyaq. Baxın, Qalə ləhum nəbiyyuhum ənəlləhə qəd bəəsə. Bəni İsrailin peyğəmbərləri dedi ki, Allah sizə intixab eləyib Talutu be ünvanı məlik. Bir ibarətlər yetirə bilirəm. Xob. Ondan sonra deyir ki, İnnəlləhə istəfahu aleykum. Allah ki, intixab eləyib onu sizə, dalicə zadəhu bəstətən fil ilmi vəl cism. Həm bədənən qəvi adamdır, həm elmi danışı çoxdur. Elmi deyərik də. Xob. Biliyi çoxdur. Pəs 3 dənə mətləbi Qur'anda deyir. Ümməti gedir, peyğəmbərə deyir, bizə imam intixab elə, deyir, göz üstə. Gəlir, deyir, Allah seçib. Bu bir. İkinci, elmi hamıdan çoxdur. Üçüncü, cismi hamıdan qəvidir, bədəni qəvidir. Pəs imamətdə neçə dənə şərt olub, indiyə kimi 3 dənə. Bir, sən buyur, əvvəlimci budur, Allah intixab eləyə. İkinci budur, elm ola, üçüncü budur, bədəni salim ola. Bədəni salim ola, qəvi ola. Cəng oldu, qorxmuya. Mənzur qəvidən tənha qəvi bədən deyir, şücaət. Ruhi qəvi ola, bədəni qəvi ola, şücaət ola, cəsarəti ola. Xob, bu bizim Qur'anımız. Dalıca buyurur ki, Vallahu yu'ti mulkəhu mən yəşa. Dava bu söz istədiyə. Və Allahu yu'ti mulkəhu mən yəşa. Allahdır imamət və mülk və padişahi verən. Bundan roşən.
Vallahu yu'ti mulkehu men yeşâ. Türküsü bu olur ha. Allah'dır imaməti hər kəsə istəyə verə. O fəqət gərək təqsim eləyə, seçə. Bəli. Seçmə deyirik də. Bəli. Seçə kim imam olsun, kim imam olmaz. Bu bizim Bəli. Surə-i Bəqərə ayə-i 248-dən ta 251-ə kimi. Xoş. Və qalə ləhum nəbiyyuhum innə ayətə mulkihi ən yətiyyəkumut tabut fihi səkinətun min rabbikum bəqiyyətun mimma tərəkə alə Musa və alə Harun təhmiluhul mələkə. Əvvəl neçə dənə əlaməti imamət vardı? Biri Allah intixab eləyər. 3 dənə saydıq. Bu bir. İkinci bədənən qəvi ola, şücaət ola. Üçüncü danışı ola da. Elm ola. Elm ola. Oldu 3. Birini də sən izafə elə. Bir sayaq görək neçədən olur. Ayət-i mulki bir nişanəyə imamət də yanında ola. Qeyr az bu 3 dənə. Bəli. İnnə ayətə mulkihi ən yətiyəkumut tabut fihi səkinətun min rabbikum. Onun imamətinin gərək yanında da bir ayə ola. Ayə yəni nişanə, tablo ola, bilinə. Qeyr az o 3 dənə ha. Olur neçimci olar bu? 4-cü. Budur ki, cəbə onun yanında ola. Cəbə deyirik, cəbə. Məsələn, əlan meyvə yığırlar cəbəyə, nə deyəriz? Qutu, Qutu. bir qab. Qab. Bir qutu, bir qab ola. Tabut yəni qutu. Bəli. Qab. Onun içində bir rəmzi ola, sirri ola, o aramış gətirə ümmətə. Yəqin eləyə ümmət bu həmun imamdır ki, Allah təyin eləyib. Bu Quran oxuruq ha. Xoş. Oldu neçə dənə? 4. 5-ci və bəqiyyətun mimma tərəkə alə Musa və alə Harun. Həzrəti Musanın xanavadəsindən, ailəsindən. Həzrəti Harunun ailəsindən də onun yanında, yəni o qutunun içində bir mədrək ola. Sənəd ola. Oldu neçə dənə? 5 dənə. 6-cı budur. Təhmiluhul mələikə. O qutunu da o yan bir yana aparan 4 nəfər mühafizə olmuyor ya yanında. Hərəsə deyəriz, nə deyəriz? Mühafizə. Mühafizə olmuyor. Bəlkə mələk apar o yan bir yana. Onun həmli buradan ora, oradan ora kimin ixtiyarında ola? Mələklərin ixtiyarında. Oldu neçə dənə lan? 6 dənə. 6 dənə. Quranda buyurur bu 6 dənə bir nəfər istəyə xəlif ola, 6 dənə şey gərək ola. Hala neçəsi yadımdadır, yenə təkrar eləyim. Allah intixab eləyə, bədəni qəvi ola, danışı ola, dalıca hətmən Həzrəti Alə Musa, Alə Harundan onun yanında nə ola? Be istilah, bəqiyyə ola, sənəd ola. Ondan sonra yanında bir qutu ola, o qutunun içində qabaqki Peyğəmbərin əsnad-ı mədarik ola, ondan sonra mələk bunu dolandıra. Əgər bir nəfərdə bu xüsusiyyət olsa, o imamdır. Bəli. Yetirə bildim sözümü. Xoş, dalıca gəlir, deyir ki, vələmma bərəzu licalus cunudihi qalu Rabbena əfrəq aleyna ta çatır bu cümləyə. Fəhəzəməhum biiznillah və qətələ Davud Calutə və atahullahul mulkə vəl hikmətə və əlləməhu mimma yeşə. Bu cərəyanı Talutun leşkəri, Talut intixab oldu. Neçə dənə əlamətini ərz elədik? 6 dənə. Çün Talutda 6 dənə Allah tərəfindən nişanə vardı. Bu imamdı Allah tərəfindən. O gəldi, kimi intixab elədi fərmandehi leşkər? Həzrəti Davudu cavan idi, 13-14 sinindeydi. Calut da varid oldu cəngə, Calut'u öldürdü. Çün Calut'u öldürdü, Allah ona nübüvvət verdi, Allah ona elm öyrətdi. 2 dənə də buradan çıxır mətləb. Əgər bir fərmandehi, bir şəxsi qudrəti ola, cəngə, siz deyəri toqquşmağa, ha? Müharibəyə, Allah ona gətirər, nübüvvət verər və elm verər. Bu da bizim bu ayəmiz. Oldu 2 dənə də buradan gəldi ya. 8 dənə. Bu bizim Qur'an-ı Məcid, kulli müsəlmanların kitab-ı asmanisidir.
Əgər istəyə bir imam ola, bir nəfər imam ola, Allah intixab eləyə, savadı ola, cismi ola, yanında mədrək asmanı ola, bir qutu ola, qutunun içində əsrar-ı ənbiya ola, Ali İbrahim, Quranda bizim barəmizdə Ali İbrahimdən gərək sənəd ola, Həzrəti Musa nəslində gərək Ali Musa, Ali Harundan ola, özü də cəngidə qorxmuya. Əgər bu müqəddəmat olsa, bunlar dəlili budur, bu tərəf nədir? İmamdır. Xob. 8 dənə dəlil. 8 dənə dəlil. Bu bizim Qur'anımız. Bismillahirrahmanirrahim. Gələk İslam'a. Bu Qur'an qabaqki peyğəmbərlərin cəryanını deyir, ta bizə ola hüccət. Orada da buyur ki, hazi ayətun ləkum. Bu qıssəni sənə deyirəm, ta sənə nə ola? Ayə ola. Sənə mədrək ola ruzu qiyamət. Duruz? İslam şuru oldu. Cəngi Bədridə kim idi şücaətlə düşməni yıxdı? Əmirül Müminin Əli əleyhissalam. İkinci cəngi Uhud cəngi idi. Kim idi qaçdı, kim idi qaldı, difa elədi Peyğəmbərdən. Əli ibn Əbi Talib qaldı, İslamdan, Peyğəmbərdən difa elədi. Əbu Bəkr, Ömər, Osman, Əbu Ubeydə, Cərrah, bəqiyə hamısı qaçdılar. Tamam da əhli şiə və əhli sünnət də bunu qəbul vardı. Xob, bu əməli ki, zaman Peyğəmbərdə hənuz Əli ibn Əbi Talib imam elam olunmamışdı. İmam-ı ümmət müərrifi olmamışdı. Əli qəbl az imamət sabit elədi, əsli kəsi ki, cismi var, cəngə Əlidir. Şücaəti var, Əli ibn Əbi Talib əleyhissalamdır. Kim qaçdı? Əbu Bəkr qaçdı, Ömər qaçdı, Osman 3 gündən sonra qaçdı, gəldi. Yəni, bir gün qaçdı. Bir gün gizləndi, bir gündən sonra da qayıtdı, gəldi Mədiniyə. Peyğəmbər buyurdu, xob, dünən yox, irəli günləri, biz bu cür deyərik. Bəli, qabaqdakı günlər. Qabaqçı günlər. Qabaqki günlər cəng olub, sən 2-3 gündür soğuşub, haradaydın? Dedi, qaçmışdım, uzaq dedim, təzə gəldim, çıxdım. Peyğəmbər buyurdu, çox qaçmışan, yorulmayasan. Xob, Qur'an deyir, o adam xəlifə ola, Allah nəsb eləyə. Xob, bu 3 nəfər Allah nəsb eləməmişdi, nə Əbu Bəkir, nə Ömər, nə Osmanı. Şücaəti ola, bunlar qaçdılar. Quranda deyir, qaçan, Surəyə Ənfalda deyir ki, hər kəs qaçsa əhli cəhənnəmdir. Hardan qaça? Cihaddan qaça. Bunlar qaçdılar. Üçüncü bu ki, bəqiyyə yəz Ali İbrahim bunların yanında ola. Ali Musa və Ali Harun bunların yanında ola. Yəni, onlardan bir sənəd yola, onlar xəbər vermiş ola qəblən ümmətlərinə, ağa bir şəxsi gələcək, binam əmir-i Əli əleyhissalam. Ya Əbu Bəkr, ya Ömər, ya Osman. Bəli. Ki, bunlar da yoxdur. Pəs hər şey bu Quranda hər nəmə deyib, hamısı Əlidə var. Peyğəmbər buyurdu, Allah nəsb eləyib. Peyğəmbər buyurdu, hər nəmə soruşsaz bilir. Peyğəmbər buyurdu, tamam cəngilərdə bu piruz olub. Düzdür da. Onun da yanında mənim Zülfüqarım o qutunun tayıdır. Ənbiya-i Bəni İsraildə qutu milakidir, qutunun içində əsrarı vardı. Amma mənim nübüvvətimdə, mənim imamın bicayı o qutu gərək nə ola yanında? Zülfüqar. Bu Zülfüqar Əli ibn Əbi Talibindir. Asmandan Allah yollayıb. Qutunun yerinə, qutu necə ki, onlarda hüccət idi, subut idi, bizim İslamda da qılınc. Zülfüqar bir subut idi imam. Ha, niyə? Bununla deyim, niyə? Onlar Ənbiya-i Bəni İsrail. Bunu ərz eləyim. Həzrət İbrahimi fərz elə bu şəxsidir. Bəli. Həzrət İbrahimin 2 dənə oğlu vardı. İsmail o, İshaq. Həzrət İshaq kiçik oğluydu. Vəli Həzrət İsmailin nəvələrindən qabaq İbrahimin kiçik oğlu Həzrət İshaqın nəvələrindən 48 dənə peyğəmbər oldu. Bəli. Onlara deyərlər Ənbiya-i Bəni İsrail. Gəldilər Həzrət İsa'da qutuldular. Çün onların axırı olmayacaqdı. Dünya onların əlində qalmayacaqdı. Allah onlara istəməz şəmşir sizə əlamət ola. Nə ola? Əlamət-i nübüvvət və imamət ola. Şəmşiri Allah onlardan aldı. Qılıncı. Bəli. Qılıncı aldı. Amma Peyğəmbər İslam bu Həzrət İbrahimin böyük oğlu ərz elədik nə idi? İsmail. İsmailin nəvələrinin axırı oldu Peyğəmbəri İslam. Surə-i Bəqərədə ayəyi 129, 130, 131. Rabbena vəb'əs fihim rəsulən yətlu aleyhim ayatih və yuallimumul kitabə vəl hikmə və yüzəkkihim. Bu ayə. Bu ayə deyir ki, Peyğəmbər İslam, Həzrəti
İbrahim dedi Xudaya, mən bu Məkkəni işlədim. Məkkəni öyün işlədim. İndi mənim oğlum İsmailin nəslindən peyğəmbərin də sən ver. Məkkəni İbrahim işlədi. Salamullah aleyh. Bəd az neçə qarn Həzrət İsmailin nəvələrinin biri oldu peyğəmbəri İslam. Zuhur elədi, məbus oldu. Dedi, əyyühənnas, mən həmon peyğəmbərəm ki, babam Həzrət İbrahim məni müərrif eləyib. Babam Həzrət İsmail müərrif eləyib. Əmum Həzrət İshaq, Yaqub, Yusuf, Musa, İsa, Yəhya, Zəkəriyya, Davud, Süleyman məni müərrif eləyib, o mənəm. Dedilər, ya Rasulallah, əgər vaqən sən Rasulullahsan, əlaməti bizədi. Bu əlaməti peyğəmbərin buyurdu ki, o Həzrəti İbrahim bu öyü işləyəndə deyib, İsmailin nəvəsidir. Mən İsmailin nəvəsiyəm. Bu bir. İkinci buyurur, Allahın önündən əhləl beyt gərək ola. Əhli beytullahil haram. Mən də Məkkəliyəm da. Üçüncü, ona bir kitab-ı nazil olacaq. Hər ayəsi mucizədir. Həzrəti Musa'nın 9 dənə ayəsi var. 9 dənə mucizəsi var. Nişanəsi var. Nişanəsi var ki, bu peyğəmbərdir. Amma mən bir peyğəmbərəm, 6300 ayə mənə nazil olub. Məşhur deyərlər 6666 ayə rondolada. Bu 6300 ya 6600 ayə ki mən nazil olub, hərəsi bir dənə möcüzədir. Mənim 6000 neçə yüz möcüzəm var. Nişanəm var. Nişanəm var. Dedilər ki, ya Resulallah, nə cür nişan? Dedi, siz bir dənə dünya yığılsın. Lau ictəməətul insi vəl cin. İnsi cin yığılsın, bir ayə bu Qur'anın ta gətirsin. Çünki bir ayəsini gətirə bilməriz. İn kuntum fi reybin mimma nəzzəlna alə abdina fəətu bi surətin min mislih. Vədu şəhədəakum min kuntum sadiqin. Əgər şək varızdır, mən həmin peyğəmbərəm 6000 xordəy mən ayə gətirmişəm və gətirəcəyəm. Hər birinin siz eləyə bilərsiniz. Kiçik surə nədir? İnna a'teynakəl Kevser. Bu surənin tayisi ayəsi gətirir. var. 1400 ildir dünya əlan bir belə təməddünən asmanları təsxir edib, kuratı digərə gedib, qədər riz işləri görüb ki, bir belə ixtiraatı cihani eləyə biliblər, bir dənə surə cürriyələ. Bu qədər çətin işlər eləyiblər, amma Bəli. gönlələri fəth ediblər, amma bir Quran qiyamətə kimi meydan oxuyur Aha, xoş. insanlara. Peyğəmbər buyurdu, mənim üçün axırın peyğəmbərəm. Möcüzəhay ənbiya-i sabiq, bunu mən tozih vermədim, bu mühimdir ya. Bəli. Sən də kömək elə, sən məndən yaxşı danışıran türkünü. Qəşəng tozih ver, qoy əziz tamaşaçılar vaqən mətləbi ələ gətirsinlər. Başa düşsün. Başa düşsünlər. Qədimki peyğəmbər, bizim peyğəmbərdən qabaqki peyğəmbərlərin möcüzələri müvəqqəti idi. Bəli. 3 dəqiqə, 1 dəqiqə, Bəli. yarım dəqiqə, 4 dəqiqə bunların möcüzələri idi. Məsələn, Həzrəti Musa aleyhisselamın əsası nə oldu? Sən buyur, sizin Əcdaha oldu. Əcdah oldu. Neçə dəqiqə? Şayad 1 dəqiqə. 2 dəqiqə, 3 dəqiqə olsun. Mən onu eləyəm 10 dəqiqə. Ondan Onu icazə elək 1 gün. 1 gün oldu da, Bəli. 2 gün olmadı qətiən. Hə, bəli. Bizim Peyğəmbər buyurur ki, qabaqki Peyğəmbərin möcüzatı ləhzə idi. 1 dəqiqə, yarım dəqiqə, 5 dəqiqə, 3 dəqiqə, axırı 1 gün. Zamanı bağlı idi. Zamanı bağlı idi. Elə bil, onlar Allahın karigəri idi. Bir günə icar olmuşdu. Bəli. Mən Allahın karigəriyəm ruzə qiyamət həkimin. Çün onların məmuriyyətləri məhduddur, axırı yoxdur. Mənə şəmşiri biz deyərik nəmadır, sembol. Hala siz nə deyəriz bilmirəm. Yəni Allah bunu bir dənə qərinə, şahid verib, yəni ruzə qiyamət həkimin Simbol qərar verir. mənim bu hökmüm aləmə icra olacaq. Bu belə necə çıxır ki, o birisi peyğəmbərlərin ki, nübüvvəti qiyaməti kimi davamlı deyildi deyə, onların möcüzələri də balaca idi. Yəni, Əhsən. davamlı deyildi. Çox qəşəng danışdın Bu bunu. İslamın qiyamətə kimi davamlı olduğuna görə möcüzəsi də davamlı. Əhsən. Çünki onların məmuriyyətləri kiçikdir, möcüzələri də kiçik idi. Əhsən. Çünki biz bilirik ki, bəzi peyğəmbərlər bir zaman daxilində, elə vaxt olub ki, bir ölkə daxilində, bir qəbilə daxilində olub. Bəli. Hətta ailə daxilində olub. Bəli, bəli. Amma İslam peyğəmbəri bütün cahanın Ha. üstündür. Bunu Peyğəmbər buyurdu ki, niyə Yəhudilər mənim paxıllığım elir? Bəli.
Duruz. Sizi çəkir, paxıllığını eləyir. Qabaqki ənbiyanın zatları əvvəl bağışlayın. Mən cümlənin ağısıdım. Qabaqki peyğəmbərlərin ümməti, Yəhud, Nəsara. Niyə mənim paxıllığımı çəkirlər? Çünki onların peyğəmbərləri salamullah aleyhim müvəqqəti idilər. Gəldilər, vəli mən Allahın bəndəsiyəm, peyğəmbəriyəm ta ruzu qiyamətə kimi. Onlar gəldilər, gördülər peyğəmbərləri bir həftə Allahın icarəsindədir. Elə bil ki, əcirdilər. Bəli. Bəli, bir peyğəmbər gəldi, gördü, yəni ümmət gördü peyğəmbərləri bir gecə fəqət Allaha kargərlik edir. Amma gördülər, mən ruzu qiyamətə kiminəm. Həm tamamı dünyanın peyğəmbəriyəm, həm ruzu qiyamətə kimin. Həm əzləri ərzi, Bəli. yer üzündə, həm əzləri tuli zamanda. O bahis oldu, Yahudu, Nəsara, məni peyğəmbərlə düşmən olar. Əcəb siz ruzu qiyamətə kimin hakim olasınız. Amma biz bu hakimiyyətimiz çıxa, gedə. O birisi peyğəmbərdə zaman və məkan məhdudiyyəti var idi. Bəli. Həm məkana görə, o da bir Fələstində peyğəmbər idi. Başqa yerlərdə peyğəmbər ola bilərdi. Amma bizim peyğəmbərimiz həm zamanı məhdudiyyəti yoxdur, həm də ki məkanı. Bütün yer kürəsində, bütün məxluqata. Bəli, çox qəşəng tozih verir, məndən yaxşı tozih verir. Baxın, bu Xavərmiyanəyə deyərik, məhəlli təlaqəyə 3 dənə qarə, Asiya, Avropa, Amerika. Onlar harada çatdı bir-birinə? Xavərmiyanədə. Allah peyğəmbərləri yolladı Xavərmiyanəyə. Az vaxtımız qalıb, biraz beləyək ki... Xülasə, o birisi ənbiyaları necə işarə buyurdunuz? Məsələn, Musa, İsa, Həzrəti Davud, Həzrət Süleyman həmin ətrafı Filistinin peyğəmbəri idilər, utuldu. Amma tamamı Kure-i Zəmin bir, həvapeymə ilə, Mariner, nə bilirəm, Challenger o Apollo ilə gedən ayrı kuratı asmanı, orada da sən gərək hər kəs olsa Allah onu dəvət eləyəcək, gəl İslama. Həm ərzim tamam oldu. Çox sağ olun, bugünkü söhbətinizə görə sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, bugünkü söhbətimizdə gördüyünüz kimi Əhl-i kitablarından İslam tarixi idi. Bugünkü bəhsimizdə imamət bəhsi idi. İmamətin Qurandan xüsusiyyətlərini saydıq. İmamlar kimə şamil ola bilər, kimə şamil ola bilməz, bunları sizə sadaladıq. İnşallah bu söhbətlərimizin davamı olacaq. Sizlərə Allaha tapşırıram.